Bir pıçıltı səslənir bu gecə mehrabda. Bir nalə ucalır yerdən səmaya. Hər gecə ümməti dua edən ana, bu gecə həmin ümməti şikayət edirdi Allaha. Ağır ağır, incik incik. İlahi, gör Peyğəmbərin ümməti ondan sonra onun ailəsiyle necə davrandı. Bax sənin əmanətlərinlə neynədi müsəlmanlar. İlahi, hansı birindeyim? Mövlam və əmim oğlu Əlinin xilafət haqqının qəsb olunmasını mı? İslamın ən güclü və qorxu bilməz sərkərdəsinin əllərinin bağlanıb evindən çıxarılmasını mı? Əhl-i Beytin qapısının yandırılmasını mı? Sınmış qabırğadan mı? Göyərmiş üzdən mi? Tələf olmuş möhsündən mi danışım? Hansı dərddən danışım ilahi? Bu vəfasız dünyadan yorulmuşam. Məni atamın yanına apar. İlahi, ilahi canımı al. Canımı al ki yoruldum iman libasına bürünmüş münafiqlərdən, xəyanətkar yoldaşlardan, tamahkar zahidlərdən, qorxaq tərəfdarlardan, unutkan ardıcıllardan. Atam Resulullah'tan sonra hər günüm qəm qüssə, göz yaşı dərd bəladır. Bunlar mənə ona görə asandır ki, sən hər şeyi görürsən ilahi. Sənin Peyğəmbərinin vədi şübhəsiz ki doğrudur və o tezliklə mənim ona qovuşacağımı deyib. Elə isə Allahım, Fatimənin sevincini özünə qaytar.